Heç belə bir şey olubmu sizdə? Davamlı olaraq nəsə əldə edirsiniz, amma yenə də içərinizdə bir boşluq hiss edirsiniz. Əslində bu təsadüf deyil. Biz elə bir dövrdə yaşayırıq ki, daimi həzz axtarışı bizi əslində daha da bədbəxt edir. Düşünün, impulsiv alış-verişlər, sosial mediada itirdiyimiz saatlar, bəli, bunlar bizə qısa müddətli həzlər verir, amma nəticədə uzun müddətli bir narazılıq dövranı yaradır. Bax, bu sual bugünkü mövzumuzun tam ürəyidir. Azadlıq, həqiqətən də istədiyimiz hər şeyi etmək demək, deyilmi? Yoxsa bu, bizi fərqində olmadan öz istəklərimizinəsirinə çevirən bir tələdir? Gəlin, birlikdə bu tələnin içini açaq, görək nədir? Deməli, yazıcı Aldous Huxley illər əvvəl bizi xəbərdar etmişdi. Elə bir gələcək ki, orada insanları süni həzlərlə məşğul edərək idarə edirlər. Bəs bir anlıq düşünsək, bəlkə də o gələcək elə indi yaşadığımız zamandır. Bizi özümüzün nəzarətçimizə çevirən bu sistem görəsən necə işləyir? Yaxşı, gəlin bu labirintin giriş qapısını tapaq. Bu qapının adı müasir həzz tələsidir. Görəsən bu tələ bizim məmnuniyyət hissimizə necə təsir edir və bizi addım-addım özünə necə çəkir? Təsəvvür edin, əlinizdə dibi deşik bir fincan var. Bizim istehlak yolu ilə xoşbəxtlik tapmaq cəhdlərimiz eyni ilə o deşik fincanı doldurmağa çalışmaq kimidir. Nə qədər doldurursan doldur, heç vaxt tam dolmur. Məmnuniyyət hissi sadəcə bir anlıqdır və dərhal yerini yeni bir arzuya verir. Bir anlıq dayanıb düşünək. Sizin istəkləriniz nə dərəcədə alqoritmlər, reklamlar və həzzi hər şeydən üstün tutan bir mədəniyyət tərəfindən formalaşdırılır? Məsələn, sosial şəbəkələrdə saatlarla vaxt keçirmək sizin şuurlu seçiminizdir, yoxsa sizi orada saxlamaq üçün dizayn edilmiş, stimullara verdiyiniz bir reaksiyadır? Növbəti videonu izləmək, yeni bir məhsulu almaq istəyi doğrudan da sizin öz içinizdən gəlir? Yaxşı, bəs bütün bunların arxasında nə dayanır? Gəlin, işin biraz da dərinliyinə gedək. Beynimizin içinə boylanaq və görək bu oyunda o necə rol oynayır. Bizi dayanmadan daha çoxunu axtarmağa məcbur edən nədir? Çox vaxt dopaminə həzz molekulu deyirlər, amma bu əslində tam da doğru deyil. Dopamin bizə birbaşa həzz vermir. Onun əsas işi istək yaratmaq və bizi hərəkətə keçməyə həvəsləndirməkdir. Sanki beynimizə pıçıldayır ki, davam et, birazdan səni möhtəşəm bir mükafat gözləyir. Baxın, işin ən maraqlı tərəfi burasıdır. Buna dopamin boşluğu deyilir. Yəni, bir şeyin vəd edilməsi ilə onu əldə etdiyimiz an arasındakı fərq. Çox vaxt gözlənti mükafatın özündən daha şirin olur. Və məhz bu həvəs, bu gözlənti bizi daimi olaraq istəmək vəziyyətində saxlayır, heç vaxt tam təmin olmadan. Sosial media kimi müasir texnologiyalar beynimizin bu mükafat sistemini demək olar ki, sındırıb. Hər bildiriş, hər like bu axtarış və mükafat dövrəsini işə salır və bizi heç vaxt bitməyən bir döngəyə salır. Nəticədə isə özümüzü dincəlmiş yox, əksinə daha da yorğun hiss edirik. Biz daha çox stimul axtardıqca beynimiz buna öyrəşir, uyğunlaşır. Bir zamanlar bizə həzz verən şeylər artıq kifayət etmir. Eyni həzzi, eyni effekti hiss etmək üçün getdikcə daha çoxuna, daha güclüsünə ehtiyac duyuruq. Bu, sanki bir burulğana bənzəyir, bizi get-gedə daha da dərinə çəkir. Yaxşı, beynimizin necə işlədiyini az-çox anladıq. Bəs görəsən, kənardakı qüvvələr, yəni mədəniyyət, texnologiya, bizim bu zəifliyimizdən necə istifadə edir? Media tənqidçisi Neil Postmanın bu məşhur sözü əslində çox dərin bir fikri ifadə edir. Əyləncə ilə həddindən artıq doymuş bir mədəniyyət bizim ciddi və vacib mövzularla məşğul olmaq qabiliyyətimizi yeyib bitirir. Siyasət, təhsil, xəbərlər, hər şey diqqətimizi çəkmək üçün bir şouya çevrilməlidir. Baxın, bu, müasir nəzarətin nə qədər fərqli və daha ağıllı olduğunu göstərir. Keçmişdə insanları idarə etmək üçün məlumatı gizlədirdilər, senzura tətbiq edirdilər. Bugün isə buna ehtiyac yoxdur. Əgər biz mənasız məlumat selinin içində boğuluruqsa və vacib olanı seçə bilmiriksə, onsuz da idarə edilməyə açıq oluruq. Və ən vacibi, başa düşməliyik ki, bunların heç biri təsadüf deyil. Algoritmlər bizim davranışlarımızı, zövqlərimizi, hətta zəif tərəflərimizi belə təhlil etmək üçün xüsusi olaraq hazırlanır. Yeganə məqsəd bizi mümkün qədər uzun müddət ekrana bağlı saxlamaqdır. Bu vəziyyətdə özümüzə ciddi bir sual verməliyik. Vaxtımızı və diqqətimizi bu sistemlərə təslim etməyin nəticəsi nədir? Biz həqiqətən də şuurlu seçimlər edirik, yoxsa sadəcə bizə təqdim edilən stimullara reaksiya verən bir tamaşaçıyıq?
Bütün bu həzz axtarışının, bu daimi yayınmağın sonunda bizə nə qalır? Təəssüf ki, çox vaxt ödədiyimiz bədəl çox ağır olur. Məna və məqsəd itkisi. Holokostdan sağ çıxmağı bacaran psixiatr Viktor Frankl deyirdi ki, mənalı bir həyat ağrıdan qaçmaqda və ya daimi həzz axtarmaqda deyil. Əsl məna dəyərli bir məqsəd uğrunda mübarizədə tapılır. Amma bizim ani məmnuniyyətə dəyər verən cəmiyyətimizdə səy və səbir tələb edən hər şey köhnəlmiş bir fikir kimi görünür. Biz aynı məmnuniyyəti hər şeydən üstün tutanda, əslində çox dəyərli şeyləri qurban veririk. Uzun müddətli hədəflərimizi qısa anlıq həzlərə dəyişirik. Dərin düşünmə, fokuslanma qabiliyyətimizi parçalanmış bir diqqətə qurban veririk və ən əsası öz potensialımızı reallaşdırmaq əvəzinə passiv bir istehlakçıya çevrilirik. Bu daimi diqqət dağınıqlığı və komfort axtarışının sonunda qarşımıza çıxan ən son və ən fundamental sual budur. Həqiqətənmi biz dolu-dolu yaşayırıq, yoxsa sadəcə günləri bir-birinə calayaraq mövcud oluruq? Yaxşı, bütün bunları danışdıq, problemi ortaya qoyduq. Bəs çıxış yolu nədir? Bu zəncirləri qırmaq, həyatımızın sükanını yenidən ələ almaq mümkündürmü? Əlbəttə mümkündür. Gəlin bəzi praktiki strategiyalara baxaq. Deməli, bu passiv reaksiyadan şuurlu fəaliyyətə keçmək üçün bir yol xəritəsidir. Məsələn, avtopilotdan çıxın nə deməkdir? Səhər oyanan kimi telefona uzanmaq əvəzinə bir neçə dəqiqə dayanın, nəfəs alın, hərəkətlərinizi sorğulayın, narahatlığı qəbul edin. Çünki əsl böyümə və inkişaf məhz komfort zonamızdan kənara çıxanda başlayır. Yanlış anlaşılmasın, söhbət bütün həzlərdən əl çəkməkdən, asketik bir həyat yaşamaqdan getmir, qətiyyən. Məqsəd, həyatımızı həqiqətən də bizim üçün vacib olan şeylər ətrafında yenidən qurmaqdır. Belə olanda, həzz bizim üçün bir məqsəd deyil, sadəcə mənalı həyatımızın xoş bir tamamlayıcısı olur. Və burada dahi filosof Friedrich Nietzsche'nin o məşhur sözü yada düşür. Bu söz bir daha təsdiqləyir ki, güclü bir məqsəd hissi diqqətimizi dağıdan bu dünyada bizim ən böyük lövhərimizdir. Həyatınıza enerji və məna verən niyəniz nədir? Bax, bu sualın cavabını tapmaq hər şeyi dəyişə bilər. Və bu təhlili son, amma düşündürücü bir sualla bitiririk. Bu, hər birimizə ünvanlanmış şəxsi bir sualdır və ümid edirəm ki, bu izah bitdikdən sonra da uzun müddət sizinlə qalacaq. Unutmayın, həyat hekayənizin sükanı sizin əlinizdədir. Ssenarini başqasının yazmasına icazə verməyin. Qələm sizin əlinizdədir.